Hə, bəlkə də bu biraz sizə qəribə gələcək, amma mən bunu mütləq sizə deməliyim. Çünki deməsəm ürəyim partlayar. Hardasa 2 ay əvvəl mənə demişdilər ki, Ayna, sən əlavə gəlir qazanmaq istəyirsənsə, günə 40 qəpik ayıraraq aylıq qazancını istədiyin qədər artıra bilərsən. Çünki burada artıq aylıq 1000, 1500, 2000 manat qazanan xanımlar var. Mənə bu çox qəribə gəlmişdi. Dedim, necə, yəni günə 40 qəpik ayıraraq, dedim, məhsul satacağam, məhsul alacağam. Neyniyəcəm yəni? Dedi, yox, nə məhsul satırsan, nə məhsul alırsan, nə, yəni sadəcə günə 40 qəpik kənara qoyursan. Bu çox belə qəribə gəldi mənə. Bu necə olan bir şeydir də? Yəni bu biraz absurd gəldi mənə, amma elə bir şey sizlərdə mümkün imiş. Çünki özünüz də yaxşı bilirsiniz ki, günə 40 qəpik ayıraraq heç avtobusa, metroya belə minə bilmirsiniz. Üstünə gərək 10 qəpik qoyub minəsiz. Başqa yolu yoxdur. Yəni o qədər dəyəri olmayan bir məbləğdir də 40 qəpik. Amma çox yaxşı ki, mənə bu məlumatı verdilər. Mən